olsun əziz Best FM radiosunun dinləyiciləri və Best FM radiosunun izləyiciləri. Hər birinizi xoş gördük, hər şeydən biraz da. Əziz izləyicilərimiz, düz 40 dəqiqə sizinlə birlikdə olacaq. Bizim dəyərli burada qonaqlarımız var. İki gənc, təbii ki, birinin adını söyləyəcəm, birinin adını Yeganə xanım söyləyəcək. Qoy maraqlı olsun. Hər şeydən biraz efirdədir. SMS-lərinizi yazıb göndərə bilərsiniz. Təbii ki, təbrikləriniz də varsa yazıb bizə göndərə bilərsiniz. Bugün bizim qonağımız gənc video bloger Neymət Əlizadədir. Neymət bəy, xoş gəlmisiniz studiyamıza. Xoş gördük hər birinizi. Mən də sizi salamlayıram və Best FM radio izləyicilərini salamlayıram öz növbəmdə. Təşəkkür edirəm. Və elə istəyirəm ki, növbəti qonağımızı Üzeyir bəy salamlayıram. Şair və yazar, qiraətçi Üzeyir Tahiroğlu. Üzeyir bəy, xoş gəlmisiniz. Xoş gördük Aqil bəy. Mən də öz adımdan sizə təşəkkür edirəm. Dəvətiniz üçün Yeganə xanıma təşəkkür edirəm. Bu gözəl verilişə, bu gözəl radioya, Best FM radiosuna dəvət etdiyiniz üçün inşallah sizə uğurlar arzulayıram. Uğurlarınız hər zaman bol olsun. Təşəkkür edirəm, təşəkkür edirəm. Bizi buradan bir xanım izləyir, deməli Poeziya Dünyam, onu dəvət edəcəm inşallah. Bizə yazıb ki, salam, hər vaxtınız xeyir olsun, salam. Və burada izləyicilərimiz var, hər biriniz xoş gəlmişsiniz, maraqlı söhbətlər olacaq. Təbii ki, bizə yazın, göndərin və keçid alırıq həmkarım Yeganə xanıma. Buyurun Yeganə xanım, mikrofon sizdə. Hər vaxtınız xeyir olsun, dəyərli Best FM radiosunun izləyiciləri və tamaşaçıları. Hər birinizi xoş gördük. Gözəl bir həftə günü ilə başladıq. Hər kəsə gözəl gün, gözəl həftə arzulayıram. Və bir təbrikim var, Aqil müəllim. Dünən bizim çox yaxın doğmalarımızın toy məclisi idi. Toy adətlə qurulan xoşbəxtlikdir. Buradan Nəzrin xanımı, Ramazan bəyi toyları münasibətilə təbrik edirəm. Onların valideynləri Namidar bəyi, Lalə xanımı təbrik edirəm və onlara çox böyük xoşbəxtlik arzulayıram. Onu da xatırladaq ki, Namidar bəy, Lalə xanım xeyirxah insanlardır. Daima az təminatlı, həssas təbəqənin yanında olan bir ailədir və şəhid ailələrinin həmişə diqqətində olan bir ailədir. Yəni onlar heç vaxt şəhid ailələrini unutmurlar, onların daima yanında olublar. Çox sağ olun bu gözəl missiyaya görə və Allah övladlarınızı xoşbəxt eləsin. Bəxtəvər olsunlar. Və bugünkü qonaqlarımız, bəli, Aqil müəllim həmkarım öncədən təqdim etdi. Məşhur video bloger Neymət Əlizadə və şair, Qızıl Qələm, Qızıl Səs media mükafatçısı, həm də qiraətçi Üzeyir Tahiroğlu. Xoş gəlmisiniz. Çox sağ olun ki, dəvətimi qəbul edib gəldiniz və dəyərli vaxtınızı bizə sərf etdiniz. Best FM radiosu artıq illərdir efirdədir və kifayət qədər tamaşaçısı və dinləyicisi olan bir efirdir, bir radioda. Hər kəsin sevimli bir radiosudur. İlk sualım qiraətçi, yəni Üzeyir bəyə olacaqdır. Qiraət sənətinə necə başladınız? Çünki burada şairlik və qiraətçi ikisi bir arada necə buna başladınız? Yəni mən sizin səhifənizi izləyəndə gördüm, həm gözəl qiraətçisiz, həm də şairsiniz və deyəsən hər halda iki dənə də kitabın gətiribdi. Çarəsiz eşq. O biri kitabınız Şəhidim var Azərbaycan kitabı. Hə, Şəhidim var Azərbaycan. Deməli Üzeyir bəy həm yazır, yaradır şair kimi, həm də qiraətçi kimi çox gözəl bir səsə malikdir. Az sonra onun elə öz səsindən səslənən bir neçə şeiri də dinləyəcəyik və Neymətdən də şeir istəyəcəyik və burada kəşf etdik ki, Neymət də özü şeir deyən bir yaradıcı insandır. Buyurun Üzeyir bəy, necə oldu ki, bax bu sənətə başladınız? Çox sağ olun Yeganə xanım söz verdiyiniz üçün. Belə deyim, mən atam da şairdir, atam da yazardı. Yəni Tahir müəllim. Bəli. Sadəcə olaraq biraz indi yaşdaşıb, yəni elə çox məşğul olmur bu sənətlə, ancaq onun da kitabı var, şeirləri, bir çox şeirləri var. Mən belə deyim, 5-ci sinifdən, 6-cı sinifdən elə bu sahəyə maraq gəlib mənə yazmaq, ancaq yazırdım, yəni şeirlər yazırdım, belə deyək də, məsəl üçün təmsil tipli şeirlər də yazırdım. Yəni orta məktəblərindən? Bəli, orta məktəblərindən yazırdım. Qiraətə məsəl üçün, elə deyək, uzun bir zamandır, yəni qiraət gördüm ki, məsəl üçün, baxdım qiraətçilərə, məşhur tanınmış, belə deyək, simalara ilham gəldi, deyək ki, onlardan mənə, yəni mən də istədim, yoxlayam, yəni gördüm müəyyən qədər
Yəni izləyicilər bəyənir, tələbat var, yəni sevilir. Ona görə yenə davam edirəm. Yəni öz şeirlərimi də səsləndirirəm. Yəni həmkarlarımın da şeirlərin baxıram ürəyimə yatan olanda məsəl üçün baxırsan şeirə baxanda bir də görsən yəni adam o qədər içdən yandırır, ürəyinə yaxın olur şeir ki, yəni səsləndirmək istəyirsən. Deyirsən mən bunu səsləndirəcəm. Bəli, bəli. Hə, lap yaxşı. Az sonra sizdən şeir də istəyəcəm. İnşallah. Hazırlaşın. Nemət xoş gəlmisiniz. Xoş gördük Hər biz. hansı bir sosial platformanı, yəni izləyəndə qarşımıza çıxırsınız və kifayət qədər də sevilirsiniz. Çünki artıq bu aktyor sənətində siz özünüzü doğrultmusunuz. Mən aktyor deyəcəm də. Yəni yarı yumoristika, yarı ciddi, doğru, yalan. Yəni bax bunlar hamısı aktyora xas olan xüsusiyyətlərdir və mən orada hamısında sizi görmüşəm və yalan nə deyim, mən özüm də sizin elə izləyicinizin, Çox yəni sağ olun. izləyicilərinizdən biriyəm. Necə oldu gəldiniz bax bu sənətə? Necə oldu sevildiniz bu sənətdə? Belə deyim də, mən ümumiyyətlə uşaqlıqdan çalışmışam ki, hər şeyi kreativ düşünüm. Məsələn, bir yolda o yolu gedirsən, o yolu hər işdə əyləncə qatmağı sevirəm ki, daha maraqlı olsun. Bu yolu sadə getdim və yaxud o yolu necə bir maraqlı eləyə bilərəm? Mən məktəb vaxtından hələ, yəni onda telefonlar, kameralı telefonlar təzə-təzə çıxmışdı. Özüm üçün maraqlı nələrsə çəkirdim. Yəni məktəb vaxtından həvəsim var idi. Və beləliklə mən 2016-da səhv eləmirəmsə, ilk dəfə şeir videoları ilə başladım. Özüm üçün yazırdım, səsləndirirdim. Hələ TikTok platforması Azərbaycanda inkişaf eləməmişdi, hətta gəlməmişdi Azərbaycana. Instagramın vaxtından danışıram. Instagramda başladım, məsələn, bir bənd şeir deməyə və musiqilərlə filan. Bu, həmin ərəfədə Instagramda çox böyük baxış sayı yığmağa başladı və ilk olaraq insanlar, yəni izləyicilər tərəfindən şeir videoları ilə sevilmişəm. Sonra, bir müddətdən sonra Üzeyir bəy daha yaxşı bilər. Şeir yazanda insan müəyyən bir hisslər var, onlara düşür və sonra o hisslərdən çıxmaq çox çətin olur. Elə. Məndə də şeirlərimin hamısı ayrılıqdan filan belə mövzudaydı. Yəni ancaq o mövzuda yazırdım da. Gördüm ki, bu yorur məni, yəni belə deyim də, bir növ yorur və bacarığım da, yəni ssenari yazmaq bacarığım da var idi, bunu da bilirdim. Və düşündüm ki, paralel gedim. Həm şeir, həm videolar, əyləncəli videolar. Başladım videolar çəkməyə, əyləncə tərzində, maarifləndirici, sarkazm, hər mövzuda çəkdim. Və videolar da sevildi. Artıq şeiri dayandırdım və keçdim əyləncəli Aktyorluq sənətinə. Bloger olaraq Bloger indi olaraq, bəli. insanlar ola bilər aktyor kimi bəlkə də görürlər belə, amma mən yəni peşəkar aktyor deyiləm. İnşallah gələcəyi bilmək olmaz, bəlkə gələcəkdə olar. Mən hələ ki bloger kimi görürəm özümü. İnşallah. Yəni bu cür. Həvəsim Başa düşdüm. uşaqlıqdan var. Yəni sizin mən izlədim videolarınız çox kiçik də olsa, yəni böyük məna kəsb edən videolardır və orada 2 dəqiqənin içində sığışdırırsınız hər bir, yəni istədiyiniz bir fikri sığışdıra bilirsiniz. Onu da xatırladaq ki, Nemət Əlizadə 2017-ci ildə Aqil müəllimin müsahibi olubdu. Best Şeir FM deyən radiosu, ərəfələrdə, bəli, şeir deyən ərəfələrdə Best FM radiosunun qonağı olubdu. Nə xoş bizə. Aqil müəllim, Üzeyir bəydən bir şeir alaq inşallah. Üzeyir bəy, sizi eşidək şeirlərinizi. İlk öncə elə ilk şeir olduğu üçün salam olsun şeirini istəyərdim səsləndirim. Buyurun, buyurun. Dünyamız firavan, həyat şən olsun. Gözlər kaş hər zaman sevincdən dolsun. Qəlblərə mərhəmət, sevgilər doğsun. Məndən hər kəsə bol salam olsun. Olmasın qəlblərə dəyən insanlar. Axmasın heç zaman nahaqdan qanlar. Yanmasın Allahım, nə olar canlar. Məndən hər bir kəsə bol salam olsun. Xoşbəxt olsun bir-birini sevənlər. Yalandan gülməsin üzə gülənlər. Təbəssüm bol olsun, olmasın qəmlər. Məndən hər bir kəsə bol salam olsun. Qoy bütün dualar yerinə yetsin. Əzab əziyyətlər tez zaman bitsin. Hər kəs arzusuna, kamına yetsin. Məndən hər bir kəsə bol salam olsun. Məndən hər bir kəsə bol salam olsun.
Biz də hər Təşəkkür kəsi edirəm. salamlayırıq ki, çox gözəl şeir idi, çox mənalı bir şeir idi və mənim hər ikinizə bir sualım olacaq. Baxış, ümumi Instagram, YouTube, TikTok izləyicilərim daha çox ola bilərdi. Bəzi şəxsi problemlərə görə mən 2 il ara vermişəm öz işimə. Yəni qarşılaşmışam bu problemlə. Aha. Bəs siz necə Üzeyir bəy? Demək ki, yəni hər bir sahədə olur da, yəni ki, bu problemlər olur, yəni necə deyim, biraz gecikmələr olur, çətinliklər olur. Bu sahədə onun kimi, yəni mən əslində bir haşiyə çıxım. Mən özüm musiqi təhsil almışam, musiqi məktəbini bitirmişəm. Hansı alət üzrə? Belə deyək də, qarmon musiqi məktəbini bitirmişəm. Sintezator üzrə bir müddət fəaliyyət göstərmişəm. Yəni belə müəllim kimi də bir müddət işləmişəm. Ondan sonradan biraz elə oldu ki, yəni alınmadı bu sahə. İrəli gedə bilmədim bu sahədə. Amma ən sevdiyim yəni bu incə sənətdir, musiqidir, hətta belə deyək ki, əl işləri ilə də məşğulam. Elə şeir özü də incə sənətdir. Bəli, hər sahəsində deyək də incə sənətdir. Əl işləri ilə də məşğulam, əl işlərim də var. Doğrudan? Bəli, kibrit çöpləri ilə, çay daşları ilə də belə əl işləri ilə də məşğulam. Belə deyək, incə sənətin demək olar. Nə gözəl, bax görünməyən tərəflərimiz burada. Bəli, bir şey də deyim, məsəl üçün, bir də görürsən kimlənsə qarşılaşıram, üzbəüz deyir ki, baxır videoya, deyir bu şeiri siz səslənib, siz burada, deyirəm bəli. Deyir axı bu danışıqla bu eyni deyil. Deyirəm ki, yəni təbii ki, yəni Nemət bəy bayaq dedi ki, yəni bu siz daha yaxşı anlayarsınız, yəni Nemət bəy də anlayar. Yəni bir şeiri səsləndirəndə, yəni şeirin özündən asılı olaraq orada rola girirsən. Onun atmosferinə. Bəli, onun atmosferinə düşsən, rola girirsən orada, yəni hər bir yaşayırsan o şeiri. Bəli, o şeiri yaşamazsan, yəni quru-quru elə bilirsən ki, kimsə oturub söhbət edir. Əlbəttə ürək qoyulmalıdır. Yəni ora ürək qoyulmalıdır. Orada yəni can qoyulmalıdır. Yəni məsələn mən o videolarımda məsələn şeiri musiqiyə görə seçirəm, musiqini videoya görə hamısını bir-birinə uyğunlaşdırıram ki, ona görə də məsələn baxış bəyəni məsələn çox olur, seviliş. Yəni baxırsan məsələn sevgiyə şeirsə, video sevgiyə, video gedir. Yəni belə deyək yəni hər həssas, hər bir təbəqədə sizin izləyiciniz hər var. Bir sahədə hər bir yaşda sizin izləyiciniz var. Bunların hamısını nəzərə alırsınız. Bəli, hər həm mövzuda şeirdə, da, həm musiqidə. Üzr istəyirəm. Hər mövzuda da şeirlər məsələn məndə var da, məsələn sevgi dolu var, məsələn vətəndən var, təbiətdən var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizdən daha çox şeirlərim var. Belə. Nə gözəl. Ürəyinizə qüvvət, səsinizə qüvvət, musiqi fasiləsinə ayrılırıq. Döndük və bizim qonaqlarımız var studiyamızda. SMS-lər var, onları səsləndirmək istəyirəm. Ziya 019 bizə yazıb göndəribdir. Füzulidən yazıb, bizi Füzulidən izləyir. Salam Aqil müəllim, xoş gördük. Necəsiniz? Qonaqlarınızı da salamlayıram. Uğurlar arzu edirəm hər birinizə. Təşəkkür edirəm. Sağ olsun. Təşəkkür edirəm. Və Mətanət Sevdalı. Yəni tanıyarsınız Mətanət xanımı, şairədir. Mətanət xanım bizim dostumuzdur. Həmişə bizim yanımızda olubdur. Pis günlərdə də yanımızda olub, yaxşı günlərdə də yanımızda olubdur. Mətanət xanım dəyərli bir insandır, dəyərli bir şairədir. Mətanət xanım salamlayıram, yazıb bizə göndərib ki, qonaqlarınızı da salamlayıram. Təşəkkür edirəm əziz izləyicilərimiz. Biz də sizi salamlayırıq. Yazın, göndərin. Təbrikləriniz də varsa yaza bilərsiniz. İnşallah ki, bir gün Mətanət xanım da dəvət edək studiyamıza. Mətanət xanım sizi gözləyəcək. Sözü verirəm həmkarım Yeganə xanıma. Çox sağ olun Aqil müəllim. Hər ikinizə eyni yenə suallar verəcəm. Ən yadda qalan uğurunuz hansıdır? Yəni hər kəsin karyerasında onun yadda qalan uğurları olur. Düzdür. İnşallah hələ sizin nə yaşınız var ki, qarşıdan illəriniz var, uğurdan uğura gedən illəriniz olacaq. Amma bu günə qədər ən yadda qalan uğurunuz hansıdır? Belə deyək ki, mən yenə öz sahəmdən danışım. Məsələn, sevdiyim, məsələn, əzəldən ən çox sevdiyim bir şeirim olubdur, dünya şeiri. Yəni, özümün də, izləyicilərin də ən çox sevdiyi şeirlərdən biridir o dünya şeiri. O şeiri mən məsəl üçün hər dəfə sosial şəbəkələrdə paylaşanda onun baxışları da çox olur, izləyici də çox olur. Məsəl üçün ən çox izləyici sayı nə qədər olub? Onu tam belə deyə bilmərəm. Məsələsin. Elə dediniz var, ki, yox, videolarda var. Məsəl üçün 58K olan videom var, 60 var. Baxırdı, yəni o biraz yadımda qalmır tam var. Duetlərimiz var, məsəl üçün
Elə şeirlərimiz var, duetlərimiz var. Burada Cəmilə Təvəkkül qızı burada salamlayıram. Xanımla da duetlərimiz var. Nə gözəl. Başqa da məsəl üçün duetlərimiz olub öncədən də. Belə. Mən düşünürəm ki, mənim ən böyük uğurlarımdan biri, səhv eləmirəmsə 2020-ci ildə Daxili İşlər Nazirliyi belə bir müsabiqə yaratmışdı blogerlər üçün. Antinarkomaniyanın təbliğatı ilə bağlı. Və mən 3 dəqiqəlik sosial çarx çəkmişdim, insanları bundan uzaqlaşdırmaq yönümlü. Və orada yəni onlarla bloger iştirak eləyirdi və mən orada ikinci yeri orada 3 nəfər seçilirdi blogerlərdən. İkinci yeri tutmuşdum. Yəni Daxili İşlər Nazirliyi tərəfindən mükafatım var və ilin ən yaxşı blogeri seçilmişəm. Kristal Awards mükafatı 2 il bundan öncə. Nə gözəl. Odur. Və TikTok platforması tərəfindən TikTok icmasının üzvü seçilmişəm və hədiyyə olaraq da yəqin ki, indi bunu bilərsiniz, orada mavi tık var, onu da hədiyyə ediblər mənə. Aha, nə TikTok gözəl. şirkəti və TikTok rəsmi saytında mənim haqqımda xəbərlər də yazılır. Mavi tıklı TikTok. Bəli, bəli. Bəli. Hədiyyə ediblər. Bu artıq uğurdur. Bir də Və bir sıra bloger dostlarımıza da mənim vasitəmdən hədiyyə olunub. nə gözəl, hə. Bir də Ne- düz istəyirəm Yeganə Aha, xanım buyurun, sözünüzü buyurun. kəsirəm, yadımdan çıxdı, onu da qeyd edim. Mən bir neçə sözlərimə də musiqiləri var. Məsələn, Elbrus Bayramov var, qismən tanınmış müğənnimizdir. Subaylara toy olsun mahnısıdır. Sonra şəhidimizə aid bir mahnı var. Bu yaxın günlərdə işığı görəcək. Yəni bir çox bu son üzümüzə gələn aylarda mahnılar İnşallah. çıxacaq. İstənilən mövzunu sizə deyəndə o şeiri yaza bilirsiniz. Hər bir mövzuda. Bax indi mövzuda. canlı efir vasitəsilə deyirəm, mən özüm bir dənə mövzu verəcəm sizə. İnşallah. Mahnısı da məndən. Mən özüm İnşallah. həm də musiqişünasam. İnşallah. Bəstəsi məndən olacaq. İnşallah. Yəni hansı bir mövzu desəniz, İnşallah. Aqil müəllim bax söz verdi və bir gözəl də mahnı ərsəyə gətirəcəyik. Niyə də yox? İnşallah. Hə. Sualım Nemət bəyədir. Tərəf müqabilinin sizə fərqi var? Belə deyim də, tərəf müqabilinin fərqi olur təbii ki. Məsəl üçün, sən bir insanla neçə müddət bir yerdə iş görürsən, artıq mənim bloger dostlarım var ki, mən ssenari yazmadan birbaşa kadr deyilsin, mən ondan özü, belə deyim də, birbaşa vayni çəkə bilirəm. Yəni, elə dostlarım var. Amma məsəl üçün, elə insanlar var ki, biz bir yerdə iş görməmişik, istər-istəməz 2 dəfə biz ssenari yazmalıyıq, hətta görürsünüz, ssenaridə də çətinlik yaşayır. Obraz, məsələn, bir mövzunu oynamalısan, bir ssenarini yazırıq, bu çəkilməlidir. Biri var, onu hisslərlə göstərəsən, onda daha çox izlənmə alır, insanlar tərəfindən daha çox deyir. Biri var, Təbii quru-quru, olur. məsəl üçün, hansısa bir sözü deyəsən, o təbii ki, suni çıxacaq. Heç olub ki, heç ssenari yazmamısınız, elə birbaşa Bəli. və yaxud da ssenarini dəyişmisiniz. Bəli, elə də Çəkiliş olur. zamanı. Çəkiliş vaxtı elə olur ki, ssenarini yazıb getmişik, orada başqa bir video çəkib qayıdıb gəlmişik. Mənə elə gəlir onun baxışı, onun yəni gözəlliyi daha özəl, daha çox olar. Nəinki Bəli, ssenariləşmiş. elə videolar çox vaxt videolar. daha çox baxış sayılır. Mən ümumiyyətlə musiqi sahəsində də bu yaxınlarda müğənni Samir İlqarlı var idi. Ya tanıyarsınız, yəqin ki, neçə ildir biraz kənarlaşmışdı. Amma Samir İlqarlının mahnıları ilə bir papuri formasında klip paylaşdım. Türkan xanımla bir mahnı çıxartmışdıq, onu paylaşdıq və o mahnının sözlərini bizə meyxanaçı dostumuz vardı, Ramil Müzəkkir. Verilişinizdə də qoşmuşdunuz o mahnını, o hədiyyə etmişdi mənə. Ona da təşəkkürümü bildirirəm. Gözəl mahnıdır bu arada. Hə. İnsanlar tərəfindən sevildi o mahnı. Düzdür, mən çox oxumamışam orada. Yəni səsim bir o qədər olmadı. Mən çox risk eləməmişəm. Amma sonda oxumuşam və şeir orada da Şeir çox şeir gözəl. demişəm. Şeir Nə deyirsiniz? Bir Nemətdən şeir alaq. Aqil müəllim, hazırıq Bir yerdə əlbəttə. bəlkə Yox, elə bir Valla- siz deyin, o qiraətçidir, şairdir, o sizə qoşulacaqdır təbii, onun sahəsidir. Sizdən bir şeir istəyirik üzrlü Nemət bəy. sayılır. Buyurun, Onunla. buyurun. Həyat filmdəki səhnələr kimi. Həyat filmdəki səhnələr kimi, yaxınlar yad olur özgələr kimi. Sabaha ümidsiz yaşayır insan, sonu bilinməyən cümlələr kimi. Sevgiyə inanmır indi çoxsu, payızın küləkdən gəlir qoxusu, sənsizlik qorxusu, qəflət yuxusu, izləyir hey məni kölgələr kimi. Hələ də qulaqda sözləri qalıb, o sönən sevginin közləri qalıb, getsə də qəlbimdə izləri qalıb,
Səmada xəyali nöqtələr kimi, sabaha ümidsiz yaşayır insan, sonu bilinməyən cümlələr kimi. Əhsən. Davamını istəyərdik ki, Üzeyir bəy gətirsin. Buyurun. Nemət bəy sevgidən dedi. Mən də davam edim sevgi ilə. Sevgi baxmır yaşa başa, belə bir mövzuda Nə yazmışdım. gözəl, buyurun. Sevgi baxmır yaşa başa. Hey düşürsən sən təlaşa. Bu ömrünü sən xoş yaşa. Sevgi baxmır yaşa başa. Əsl sevgi çox gec başlar. Ağlarsa da saçlar başlar. Dilə gəlir xeyli kaşlar. Sevgi baxmır yaşa başa. Yaş üstünə gəlsə də yaş. Yolumuza çıxmasın daş. Gözümüzdə olmasın yaş. Sevgi baxmır yaşa başa. Ürəyə söz demək olmur. Sevir onu dəli kimi. Yoxdur ona zərrə kini. Sevgi baxmır yaşa başa. Bağlanırsan düyün kimi. O da sevir yaman səni. Uzaq tutaq qüssə qəmi. Sevgi baxmır yaşa başa. Ayrılıq odunda yananlar bilər. Ayrılıq odunda yananlar bilər. Son görüş yerinə gəlmək çətindir. İllərlə qəlbinə yazdığın kəsi bir anda qəlbindən silmək çətindir. Hər dərdin sirdaşı olur əzizim. Sirdaş sirdaşını bulur əzizim. Gözlər sir yaşı ilə dolur əzizim. Dərdi hər adamla bölmək çətindir. Özüm öz içimi dağlayıram mən. Sirrimi ruhuma bağlayıram mən. Bəzən gülə-gülə ağlayıram mən. Ağlaya-ağlaya gülmək çətindir. İnsan kəm ömürdən görməyə qubar. Əcəl aralığa hörməyə divar. Vaxtı bilinmədən ölməyə nə var? Vaxtı bilə-bil ölmək çətindir. Vaxtı bilə-bil ölmək çətindir. Əhsən, əhsən. Neymət, davam etdir. Həqiqət. Davam etdir qiraəti. Bu gün vidalaşdıq sevə-sevə biz. Bu gün vidalaşdıq sevə-sevə biz. Yolumuz ayrıldı suçsuz, səbəbsiz. Söylə yaşayarımı sevən-sevənsiz. Bu nə ilk olacaq, nə son olacaq. Sən elə bilmə ki, bu cür ayrılıq nə sənə, nə mənə asan olacaq. Gözümdən süzülən yaş olacaqsan. Lazımsız bir qara daş olacaqsan. Qəlbləri üşüdən qış olacaqsan. Sanma quzağında qızan olacaq. Sən elə bilmə ki, bu cür ayrılıq nə sənə, nə mənə asan olacaq. Bir gün gələcəyik üz-üzə sənlə. Durub baxacağıq göz-gözə sənlə. Ürəyin çırpınıb dizinə səndə. Göz yaşın yanaqda leysan olacaq. Sən elə bilmə ki, bu cür ayrılıq nə sənə, nə mənə asan olacaq. Çalış qırmayasan qəlbimi mənim. Kəsilmə ürəyə heç vaxtı qənim. Bircə ürəyim var. O da ki sənin. Qırılan ürəyi düzəltmək olmur. Səninlə küsəndə ürəyim əsər. Qalmayır öncəki halımdan əsər. Sənsizlik bıçaq tək qəlbimi kəsər. Qırılan ürəyi düzəltmək olmur. Hərdən toxunursan yaman qəlbimə. Dərdlə calayırsan olan dərdimə. Gəlmirəm bir müddət mən də özümə. Qırılan ürəyi düzəltmək olmur. Bir kərə qırıldı, bir də düzəlməz. Kədərli olan üz heç zaman gülməz. Bu zalım dünyada qədir bilinməz. Qırılan ürəyi düzəltmək olmur. Gözlər hey ağlayır, ürək sızlayır. Qırılan o qəlb də yara bağlayır. Bu həsrət, bu acı ürək dağlayır. Qırılan ürəyi düzəltmək olmur. Əhsən. Həqiqətən də əhsən. Təşəkkür edirəm. Çox sağ olun. Nemət, nə demək istəyirdim? Siz elə bu blogerliklə də yanaşı qiraətinizi mütləq davam etdirin qiraətçi olaraq. Sizdə çünki alınır o sizdə ürək var və sizin dilinizdən o şeirlər çox gözəl səslənir. Bir sual verəcəm, şəxsi də olsa, yəni üzrlü sayın. Buyurun. Bu şeirləri kiməsə həsr edirsiniz, kiməsə oxuyursunuz yoxsa? Yox, sadəcə yəni içimdən belə gəlir də bu tərz şeirlər gəlir. Ona görə dediyim kimi ona görə saxladım şeiri. Yəni bunlar ümumi şeirlər neçə ildir yazılıb. Hələ
son illərdə ümumiyyətlə yazmıram şeirdə. Özünüz Aa, yazırsınız bu şeirləri? mən Hətta şeir- müəllifi sizsiniz. Şeirləri özüm yazıram. Aa, nə gözəl, Düzdür, nə arada gözəl. olur məsələn xoşuma gələn şeirlər də olur. Elə şairlər var ki, şair deyirəm, indi məsələn yazır, amma çıxartmır şeirlər ortalığa. Ən çox mən onları izləməyi sevirəm. Çünki çox maraqlı yeni sözlər. Mən əsas təəccüblənməyi sevirəm və o yeni sözlər təəccübləndirir məni. Nə Belə gözəl. deyim, mən Hə. onlara əsasən də özüm İstəyirəm bir Nemət bəyə Buyurun, verdiyiniz buyurun, suala buyurun. əsasən bir Buyurun. cavab mən verim. Yəni siz soruşdunuz ki, yəni bu nə ilə bağlı nətər yazırsınız? Yəni şeir elə çox adam məsələn mənə də sual verir ki, yazıram məsəl üçün ayrılıqdan yazıram, dərddən yazıram. Çox adam yazır ki, yəni bu nədir də, bu niyə belə şeirlər, dərdli şeirlər yazırsınız? Yəni bu niyə belə mövzular? Yəni çox elə bir özümə yazıram. Yəni bu elə bir şeydir ki, yəni yəni bu zamanda belə deyək də hər cürə insanlar var, uzaq olsun ailəsi dağılanlar var, o var, bu var. Yəni ona görə yəni tələbat onadır. Yəni belə deyim, başqa bir yazırsan, dağdan, dərədən nəsə bir şeir yazırsan, paylaşsan görsən bunu heç baxan yox. Baxan yox. Amma məsələn sevgi dolu ayrılıqdır, nə bilim, dərdli qadın falan belə, yəni baxırsan ki, tələbat onadır. Amma yəni şairin özündə, yəni şair ondan bu sahədən anlayışı olan bilir ki, yəni bu şeirlər məsələn şair özünə yazmır. Yəni mövzudur. Baxır gedişata, baxır məsələn tələbata, ona uyğun yazır bu şeirləri. Sosial platformalarda kifayət qədər paylaşımlarınız var və orada qiraətçi olaraq şeirlər səsləndirirsiniz. Elə bir izləyici olub ki, yazıb sizin ya şəxsinizə, ya rəy olaraq yazıb ki, bu şeir mənə aiddir, mənim həyatıma aiddir. Çox, Doğrudan? çox olub. Bəli, əlbəttə ki, şəxsiyə yox. Yəni orada məsələn yorumlarda məsələn yazırlarkən dəfələrlə, yəni sayı hesabı yoxdur ki, siz deyir elə bil mənim həyatımı yazmısınız. Yəni bu dediyinizə bir şamil olaraq məsəl üçün Zabir Əliyevi tanıyırsınız yəqin. Bəli, Yəni bəli. tanınmış insanlardan Bəli, biridir. Dostluğumuz var, münasibətimiz var. Salamlayıram buradan da. Bizi Bir salamlayın. gün mənə dedi ki, Üzeyir, bir mövzu var, yəni o mövzunu yəni yazıblar, istəmişəm, amma çox adam onu yaza bilməyib də. Mən istəyəni yaza bilməyib. Hı. Dedim nədir? Dedi ki, məsələn belə bir mövzudur. İndi söylədilər yalan mənə vahi adlı bir şeirdir. Hı -hı. Yəni deyir yazan çox ol, amma mən də məsəl üçün kimsə şeir istəyəndə biraz sorğu-sual aparıram da. Yəni nədir məsələ, nələr istəyir, nə olmalıdır, nədir? Bəs onun ürəyincə olmalıdır Bəli, o bəli. şeir. Bəli, Yəni mövzu. 1-2 dənə sözü aldım, üstündən heç 2 saat çəkməmiş bir 4 bəndli şeir yazdım, göndərdim. Aha. İnanın Allaha, yəni həqiqətən çox təəccübləndi. Yəni deyir elə bil ki, bütün ürəyimi, bütün mənim fikrimi o şeirdə siz yazmısınız. Özü səsləndirdi, özü səhifəsində də paylaşdı, YouTube-da da paylaşdı, dəfələrlə canlılarda da dedi. Yəni o baxımdan yəni çox olur. Yorumlarda demək olar TikTokda indi izləsəniz elə hər bir şeirdən, iki şeirdən bir o yorumlara rastlaşarsınız ki, siz mənim burada həyatımı yazmısınız. Elə bir ki, məni yazmısınız bura siz, mənə düşünüb yazmısınız. Çox olur yəni. Başa düşdüm. Sualım yenə hər ikinizə də trend yaradırsınız yoxsa trendə qoşulursunuz? Belə deyim də biz əsasən özümüz ssenari əsasında özümüz çəkiliş eləyirik deyə demək olar ki heç bir trendə qoşulmuruq. Necə ola bilər hansısa mövzuda hansısa bir trendi söz olaraq istifadə edə bilərik, amma normalda yox, öz beynimizin məhsulunu yaratmağı daha çox sevirik. Bəs siz necə Üzeyir bəy? Mən də vallahi belə deyim də, yəni çox belə həvəsində deyiləm ki, yəni belə deyim, məsələn canlılar falan mən çox açmıram da, deyəm ki, canlılar açam falan. Öz bu sahəni sadəcə sevirəm. Bu sahəni şeiriyyatıdır, şeirdir. Yəni mən o paylaşanda yəni düşünmürəm ki, buna məsələn nə qədərsə baxış gələr, baxış çox gələr, baxış az gələr. Yəni bunu mən ona görə yox, sevdiyim üçün yazıram, səsləndirirəm, paylaşıram. Hər ikinizin rastına çıxar səssiz izləyici. Mən bu sualı bütün blogerlərə verirəm. Sizin yəni münasibətiniz necədir? Nə like edir, nə rəy yazır? Sadəcə izləyir, keçir. Məndə ən çox story bölməsində, çünki mən canlı açmadığım üçün, yəni hələ ki canlı yayımda olmuram, story bölməsinə görürəm. Məsəl üçün izləyici var ki, bəlkə də 5 il, 6 il olar
storylərimə nə paylaşıram, baxıram, amma heç vaxt nə videolarıma komment yazıb, nə ümumiyyətlə mesaj Hətta like da bölməsinə, eləməyib. heç like də eləməyib, amma storylərimə baxır. Yəni elə izləyicilərimiz. Bəs yaxşı, onlara münasibətiniz necədir? Normal. Normal. Çünki bəzən mən özüm də nəyəsə səssiz baxmağı xoşlayıram. Ona görə də mən onları qınaya bilmərəm. Normal bir şey. Normal. Bəs sizdə necə Üzeyir bəy? Eynən, yəni məndə də izləyici çoxdur. Məsələn, baxırlar, məsələn, istəmir, bəyənmir. Onun nə demək olar ki, yəni Yəni İnsan- əlbəttə ki, əlbəttə yəni belə. heç bir şey məcbur deyil. Əlbəttə ki. Keçirik musiqi fasiləmizə. Çox maraqlıdır deyənlər. Və məşhur bloger, tanınmış bloger Nemət Əlizadə. Yenə də gəldik verilişimizin sonuna və verilişimiz haqqında fikirlərinizi bilmək istəyirik. Yəqin ki, sosial şəbəkələrdə bizim verilişlərimizi izləyirsiniz və Mənə çox xoş hansı oldu bir şəxsən. təəssüratla gəlmisiniz? Çox xoş oldu. Ümumiyyətlə bəzi yerlər var ki, insanlar sıxıcı olan da istərsəməz sən də rahat ola bilmirsən. Sizin bu xoş münasibətiniz, xoş rəftarınız mənim üçün də, bizim üçün də yəqin ki, çox gözəl oldu və həqiqətən xoş təəssürat bağışladı mənə. Bəs sizə necə Üzeyir Mən də bəy? Nemət bəyin sözü ilə razıyam. Yəni həqiqətən yəni bu ortam, bu ab-hava, yəni Aqil bəy özü də siz də yəni həqiqətən çox gözəl insanlarsınız. Yəni mən baxıram, yəni öncəki verilişlərinizin demək olar çoxuna baxmışam, nəzər yetirmişəm. Gedişatlara baxmışam. Hamısını da görmüşəm ki, yəni o qədər yəni belə rahat səmimilik var ki, yəni səmimilik olmayan bir yerdə rahatçılıq da olmur. Yəni siz burada sırf səmimilik gördünüz və səmimilik yaşadınız. Əlbəttə ki, Nə yəni xoş bizə ki, mənə də yəni üzr istəyirəm, xoş oldu. Yəni Nemət bəylə Mən də şad qarşılıqlı oldum. qonaq olduq burada. Yəni Şad oldum. təşəkkür edirəm sizə dəvətiniz üçün. mən Orada özüm razıyam. çoxsa mən elə özüm istədim ki, bir qiraətçi, bir bloger qonağımız olsun. Niyə görə? Çünki orada daha maraqlı olur. Bloger öz, yəni çəkdiyi bu günə qədər video roliklərindən danışır, video şaxlarından danışır və siz də öz yazdığınız və bu günə qədər dediyiniz şeirlərdən danışdınız və çox gözəl bir duet ortağı oldunuz burada şeir olaraq, Şad oldum, qiraətçi olaraq, yəni şeir səsləndirdiniz. Həqiqətən də bizə də xoş oldu. Yaxşı, bir yenə də sual verəcəm. Real həyat yoxsa sosial media? Bax, bunların hər ikisinin təzadını sizə. Yəni bunların hər ikisini bir tərəziyə qoyaq da. Necə görürsüz? Mənim üçün əsas real həyat. Yəni belə deyim də mən sosial platformalara baxmayaraq ki, o boyda hesablarım var falan, çox ciddi yanaşmıram. Necə ciddi yanaşmıram? İşimə görə əlbəttə ki, bəzi şeylər önəmlidir. Amma məsələn, sabah sosial platforma yoxdur, mən yoxam, yəni o düşüncə ilə yanaşmıram. Sabah bu sosial səhifələrdir də, nəsə ola bilər, səhifələr də silinə bilər, hər şey ola bilər. Yəni o mənə heç bir mənfi təsir edə bilməz. Yəni mənim üçün əsas real həyat. Bu sosial platformada dost əldə etmisiniz real həyatda olaraq? Olub. Çoxmu dost əldə Olub. etmisiniz sosial Gözəl platformada? tərəfləri var sosial platformaların. Düzgün istifadə etsən, əlbəttə çox gözəl tərəfləri var. Həm tanınmaq baxımından, həm iş baxımından insanlar normal şəkildə işlərini görür. Məsəl üçün bəziləri çox insan ümumiyyətlə sosial platformalardan pul qazanır. Məsəl üçün TikTokerlər, canlı açanlar, biz blogerlər reklam edirik. Bu yöndə pul qazanırıq. Bu yöndə işlərimiz var. Sadəcə yenə deyirəm, düzgün istifadə etsən hər şey düzgün istifadədə gözəldir. Bəs yaxşı, bu indi sizin qazancınız təbii ki, reklamlardan Bəli, alınır. ancaq reklam. Və bəs edirmi sizə bir gənc kimi? Belə deyim də, normalda bu gün hər kəsin o baxımdan problemi var. Əsas da blogerlərin yaralı yeridir bu məsələ. Onu bildirmək istəyirəm, blogerlər çox az qazanır. Yəni hal-hazırda blogerlər yayıncılardan filan çox az qazanırlar. Yəni bu reallıqdır. Çünki bizim işimiz sırf ssenari yazıb hansısa bir məkanın, yerin və ya hansısa bir məhsulun reklamını eləməkdir. Biz sadəcə gözləyirik ki, bizə reklam təklifi gəlsin, hansısa bir məhsul və ya digər. Bizim qazancımız bundan. Hə, bəs elə bir adam var ki, sosial platformada o dostu tapırsınız və şükür edirsiniz ki, nə yaxşı. Bax, sosial platformada mən bu gün belə dostu deyim, tapmışam. mən ümumiyyətlə iş gördüyüm hər bir insana öncə dost olmağı xoşlayıram ki, yəni necə? Sonra ona iş bilirsiniz. Hər şey yaxşı. Mənim üçün birinci dostluqdur. Demək olar ki, elə blogerlərin
çoxsu ilə, mənim ətrafımda dostlarımız, bizim komandada olan blogerlərin çoxsu ilə sosial platformadan tanışlığımız yaranıb, dostluğumuz yaranıb və bir yerdə iş görməyə başlamışıq. Görürsünüz, bu cür yaxşı bir tərəfləri də var. əlbəttə. Buyurun Zeyir bəy, sizə də bu eyni sualı verirəm. Belə deyək də, mən də yəni belə deyim, yəni Nemət bəy özü də məsələn yenə dediyi kimi bu sosial şəbəkə olmasa Nemət bəy yenə var. Yəni yenə indi başqa cür, yəni bu sahəsində davam eləyəcək, yenə var. Yəni belə deyək ki, bu yoxdursa həyat dayandı, bu elə bir şey deyil. Yəni qaldı mən özümdə məsəl üçün şairliyimi davam eləyəcəm, yazacağam, şeirlərimi səsləndirəcəm. Yəni buna davam sosial şəbəkələr də olmasa, yəni real həyatda siz artıq bunları davam Təbii ki, yəni sosial şəbəkə gözəldir. Yəni izləyicilər olur, dəyər verənlər olur, tanınmaq olur, bəli. Orada da yəni dediyiniz kimi məsəl üçün həmkarlarla tanışdığımız münasibətimiz yaranır. Məsəl üçün təqdimatlar olur, gedirik kitab təqdimatlarına. Bu yaxınlarda məsəl üçün dahi şairimiz gözəl, yəni şairimiz Sabir Rüstəmxanın 80 yenilik yubileyini dünən yox, sıravar gün məsələn orada iştirak elədim. Yəni böyük bir şeydir. Yəni hamısı yenə də deyirəm, iştirak edirsən tədbirlərdir, tanınırsan, şeirlərin sevilir, bəyənilir. Yəni belə. Belə yaxşı keyfiyyətləri də var. Əlbəttə, bayaq Nemət bəy düzgün vurğuladı. Əlbəttə, bəli. Sosial şəbəkədən düzgün istifadə etmək lazımdır, bəli. Və hətta övladıva da onu tövsiyə edib və izləməlisən ki, o da belə sosial şəbəkədən düzgün istifadə etsin. Biz ümumiyyətlə öz çəkilişlərimizdə belə, yəni bacardığımız qədər ssenariləri o tərzdə yazırıq ki, hər kəs evdə ailəlikcə rahat telefonun səsi polunu ola bizim videolara rahat baxa bilsin. Bəli, və səsini almaya müəyyən bir hissədən. İstərsəməz kəşfiyyat elə bir şeydir ki, olur da, yəni. Bəli, bəli. Bəzi blogerlərdən də var, blogerlərdən azdır düzdür, amma TikTokerlər filan bunu deməklə aşağılamaq istəmirəm, amma sadəcə tam razıyam. Onlar tam doğrusuz. Elə sözlərdən istifadə edirlər ki, videolar. Şəxsən mən özüm belə, yəni çevirirəm də onu ki, yaraşdırmıram. Tam razıyam. Bu izləyicilərə aiddir. Yəni yox, yayımçılara aiddir. Mən hansı ki TikTokerlər, yayımçılar, bəzi az sayda blogerlər var ki, videolarında lazımsız sözlər, etik qaydaya uyğun olmayan sözlərdən istifadə edirlər. Mən də bunu onlara məsləhət bilmirəm. Yəni elə olar ki, üzr istəyirəm, sözünüzü kəsdim. Yəni hər bir kütlə ona baxa bilsin də. Mütləq. Yəni məsələn onların müəyyən kütləsi var, belə deyək ki, məcazi mənada 100-ə bir 50% ona baxırsa, amma məsələn sizdə 100%-in demək olar 90-ı baxır ona. Yəni bilək ki, rahat şəkildə rahat bizim baxa bilər. Bizim videolarda hansısa xırda bir etikadan kənar söz olanda belə üstünə senzura qoyuruq ki, videonun məğzi pozulmaz, amma o eşidilmə hələ yüngül bir söz deyirəm. Amma normalda o blogerlər məsələn və yayıncılar onu çox rahat açıq, ondan da yəni 10 qat pis mənalı sözləri açıq-aşkar deyirlər. Mən məsləhət görmürəm onlara. Mən tam razıyam. Şəxsən özüm bəyənmirəm. Bəli, bəli. Mən özüm də izləyici kimi sizdən tam razıyam. Gəldik verilişimizin sonuna və sonda hər ikinizə eyni sual verib və sağollaşırıq tamaşaçılarımızın. Gizli istedadınız nədir? Hər ikinizin. Mənim gizli istedadım bəlkə də şeir deməyiniz məsələn, şeir demək qabiliyyətim var. Mən həm ssenaristəm, ssenarilər yazıram, həm rejissorluq bacarığım var. Ümumi, yəni çəkiliş sahəsində hər şeyi özüm idarə eləməyi sevdiyim üçün. Çünki mən ssenarini yazıram, çəkilişi istəyirəm ki, məsələn, özüm bildiyim kimi olsun, montajı bacarıram, özüm bildiyi kimi olsun. İnsan bir işi sıfırdan axıra qədər özü görəndə o daha mükəmməl alınır. Bəli, tam razıyam. Tam razıyam. Bəs sizin Üzeyir bəy? Belə deyək də, sizin bu sualınızın cavabını özə də mən vermişdim. Məsələn, əl işləri mən dedim, əl işləri ilə məşğulam. Kibrit çöpləri ilə, çay daşları ilə, əl işləri ilə məşğulam. Özüm məsələn musiqiçiyəm, musiqi məktəbini bitirmişəm. Hərçənd ki, yəni o sahəni davam etməsəm də, yəni bu hamısı gizli istedaddır. Səslənmələrimin bəzilərində elə bir ki, öz musiqilərimin arxa fonunda gedir elə bir səslənmələrim. Çoxunda öz ifalarımdır. Nə gözəl. Biz Buskoladan danışırıq və bizim efirimizin elə hər zaman ön görüntüsündə görürsünüz. Bu sadəcə kola deyil, bu bizim koladır. Naxçıvan suyu, milli dad, Alman texnologiyası, bütün bu sadaladığımız bir dəmir qablaşmada cəmləşib. Səninlə bölüşürük. Buskola, Azərbaycan kolası və hər kəsi Buskoladan istifadə etməyi